Novruzun bütün adət-ənənələrini bir videoda toplamaq istədim. Hər yer təmizlənir, buğda isladılır. Bu fındığın balacalarını anamdan alıb yeyərdim. Bayramdan öncə qohumlar birlikdə yığılıb şirniyyatlar bişirərdilər. Anam üzünü çevirən kimi bundan qaşıqlayıb uğurlayardıq. Bu bayramda qəbirləri, qohumları ziyarət edirlər və küslülər də barışırlar. Şirniyyatlardan sonra yumurta boyanır və xonça tutulur. Bu bayramın digər adət-ənənəsi isə çərşənbələrdir. Çərşənbələrdə süfrə qurulur. Süfrələrə isə xonçalar, səmənilər düzülür. Bu süfrənin olmazsa olmazı rəngli boyanmış yumurtalar və şirniyyatlardır. Əgər ki uzun müddətli küsürlər varsa bu süfrəyə dəvət olunardı və həmən dəqiqə barışardılar. Ən gözəl paltarları bugün geyinərdilər. Uşaqlıqda mənim də səməni şəkli çəkməkdən xoşum gəlirdi. İndiki uşaqlar bunu bilməz. Qardaşımla ən sevdiyimiz oyun fındıqutdu oyunuydu. Adətən bayramda manqal qalanardı. Allah verənə manqala düzülüb kebab edilərdi. Amma burada çox diqqətli idilər. Əgər qoxusu qonşuya gedirsə mütləq onlara da qonaq edirdilər. Bu mənim anamın cehizliyi bakallarıdır. Ümumiyyətlə bu bayramda əgər qonşuda imkanı olmayan adam varsa onlara da nəsə paypüşk hazırlayırdılar. Bütün ailə birlikdə masanın arxasına əyləşib deyib gülüb əylənərdilər. Bu isə bu bayramın olmazsa olmazı keçəl və kosadır. Bayramın digər adət-ənənəsi isə papaq atdıdır. Uşaqlar qonşunun qapısını döyüb onlara papaq atardı. Bəzən yadıma gəlir ki, bezdirərdik, xalalar deyinərdilər. Amma o papağın içərisini o qədər həyəcanla gözləyirdik ki, elə bil ki, o papağın içərisindəkilərdən bizim evdə yoxdur. Papağı götürən kimi tez qırağa çəkilərdik ki, görək içərisində nə var. Bu bayramın digər adət-ənənəsi isə ot qalamaqdır. Subay qızlar üzük falı baxdırardılar. Bu bayramın olmazsa olmazı yumurta döyüşdürməkdir. Və bir də bu il sizin üçün çox düşərli gün olacaq.